Aprelin 17-sinə qədər azalan ay dövründəyik. Bu astroloji mərhələdə bəzi inanclar var ki, onlara əməl etmək tövsiyə olunur. Məqsəd işlərimizin, şəxsi həyatımızın və maddi vəziyyətimizin daha balanslı və uğurlu olmasıdır. Gəlin baxaq görək hansı inanclar var və biz onlara necə əməl etməliyik. Birinci, borc və kreditlərdən uzaq durun. Bu dövrdə ləngimələr arta bilər. Ona görə də borc götürmək və ya kreditə girmək heç də tövsiyə edilmir. Ona görə ki, sonra da çətinlik yarana bilər və uzun müddət ödənişi davam edə bilərsiniz. Bu da sözünüzü bizim heç birimizə lazım deyil. İkinci, bu lazımsız əşyalardan azad olmadır. Söhbət nədən gedir? Söhbət evdən gedir. Həqiqətən də mütəmadi olaraq biz evlərimizdə yığış etməliyik və lazımsız geyinmədiyimiz əşyaları ya tullamalıyıq, ya kimisə bağışlamalıyıq. Bu da hardasa biraz energetik yükləməni azaldır. Sırf bu ərəfədə də bunu etmək tövsiyə edilir. Üçüncü məsələ, kimin həyətləri var, həyət evində yaşayır. Eynən, həyət bacasını da qaydaya salmaq gərəkir. Bu nə deməkdir? Yəni ki, kimdəsə otlar bitir, nə bilim, güllər çıxır, lazımsız sarmaşıqlar var. Yəni ki, onlardan da azad olmaq üçün ən gözəl bir vaxtdır. Dördüncü, bu ən gözəl bir şeydir ki, demək olar ki, əksəriyyətimizin başındadır. Bu toksik münasibətlər. Həm şəxsi həyat, həm dostlardan söhbət gedir. Ümumiyyətlə, toksik münasibətlər, hansı ki, şəxsi münasibətlərdir. Əgər onlar bizə ağır verirsə, onlardan azad olmalıyıq. Niyə görə? Bu dövrdə biz onlardan azad olsanıq, həm o insanlardan çox tez qopacağıq, həm tez unudacağıq və bu da energetik bizə çox yaxşı təsir göstərəcək. Yəni, sevgi məhəbbət üçündür. Toksiklik varsa lazım deyil. Beşinci inanc, bu qonaqlarımızın dəvət etməmək. Yəni ki, biraz gülməli çıxa bilər. Söhbət nədən gedir? Ümumiyyətlə, bu ərəfədə həm bizim, həm evimizin energetik nəzər nöqtədən zəif olmasından qonaqları çalışın evə dəvət etməyin. Ona görə ki, siz bilmirsiniz kim bizim evimizə hansı niyyətlə gəlir. Ya bunu saxlayın ayın 17-sindən sonraya, ya da bunu edin evdən kənar. Saç kəsməmək. Yəni ki, bu dövrdə ümumiyyətlə hər bir işlərdə müəyyən bir ləngilmələr var, azalmalar var və kim saçını kəsirsə, biraz saçın uzanılması uzun çəkə bilər. Amma kim indi bərbərlərdən yorulubsa, hər həftə bərbərə gedirsə, mənim kimi, o insanlar saçlarını kəstirsin. Ona görə dediyim kimi saçların uzanmasında biraz ləngimələr olacaq bu ay azalma dövründə. 7-ci məsələ inanc, bu detoks və pəhriz üçün ideal vaxtdır. Orqanizm bu dövrdə daha tez təmizlənir. Diyeta və detoks proqramlarına başlamaq üçün uyğun zamandır. Yəni ki, burada hər şey aydındır. 8-ci, bunu mən zaten həmişə edirəm, sizə də tövsiyə edirəm. Evdə şam yandırmaq üçün ideal vaxtdır. Sadə, hər axşam evə gələndə 10-15 dəqiqəlik yandırırsınız və demək olar ki, bütün mənfi aura, energetika yox olub gedir. Düşünürəm ki, bunu mütəmadi olaraq eləmək lazımdır, amma azalan ay dövründə bu mütləqdir. Dediyim kimi, energetik biz biraz zəifik. Yəni, siz bu inanclara inanırsınız, inanmırsınız, mən bilmirəm, amma çox maraqlı olardı ki, bir şərhdə yazarsınız ki, ümumiyyətlə hansı inanclara inanırsınız və necə onlara riayət edirsiniz. Uğurlar.